Bu gördüyünüz orqanın adı qaraciyərdir. Və bu videoda qaraciyərin funksiyalarından danışmaq istərdim. Qaraciyər bədənimizdə qarın boşluğunun sağ yuxarı hissəsində yerləşir və sağlam insanlarda təqribən sağ qabırğa altı nahiyənin içərisinə qədər yüksəlir. Və qaraciyərin o şəkildə gördüyünüz aşağısındakı yaşıl hissə isə öddür. Təqribən arxa divarında öd kisəsi yerləşir. Qaraciyər bədənimizdə çox böyük bir funksiya malikdir. Hətta əvəzedilməz orqanlardan biridir və bu funksiyalardan ən başlıca gələni onun təmizləmə filtr funksiyasıdır. Belə ki, bədənimizdə müxtəlif maddələr mübadiləsi nəticəsində atılması gərəkən maddələr, həmçinin də həzm sistemi tərəfindən qan dövranı vasitəsilə gəlmiş qaraciyərə çatmış zərərli maddələr, daha sonra müxtəlif dərmanların mübadiləsi nəticəsində yaranan atılması gərəkən maddələr məhz qaraciyər tərəfindən bədəndə filtr olunur həm də. Yəni filtr funksiyasına böyrəkdə rol oynayır, həmçinin də böyük bir hissəsi